D vitamininin ürəyə faydası aşkarlanıb. Amerika Ürək Assosiasiyasının elmi sessiyalarında təqdim ediləcək ilkin tədqiqata görə miokard infarktı keçirdikdən sonra D vitamini qəbul edənlərdə təkrar ürək tutma riski 2 dəfə azalıb. Bu hal digər ürək damar xəstəliyi olanlarda da müşahidə edilib. Tədqiqat əsasən optimal D vitamini səviyyələrinin ürək damar xəstəliyi olan yetkinlərdə miokard infarktı, ürək çatışmazlığı, insult və ya ölüm kimi ciddi fəsadların azaltmağa kömək edib etmədiyini araşdırıb. D vitamininin fərdiləşdirilmiş dozalarını qəbul edənlərin ilkin nəticələri əhəmiyyətli dərəcədə gözə çarpıb. Ölüm, ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirmə və ya insult hallarında da təqribən eyni nəticə əldə edilib. Tədqiqatda 2017-ci ilin aprelindən 2023-cü ilin mayına qədər Utah ştatındakı Intermountain tibb mərkəzində müalicə alan kəskin koronar sindromlu 630 yetkin iştirak edib. Tədqiqatın orta müşahidə müddəti isə 4 ildən çox olub.